Salam əzizlər izləyicilər. Deməli 12 Pro işlədən hər bir kəsin 12 Pro Pro Max, yəni bu tema bir dəfə də olsa başına gəldi. Danışırsan qulağa səs gəlmir. Yerə çöndən sonra olur. İndi onu təmir edəcəyik. Face ID işləmə şəkli ilə hazır edib göstərəcəm, baxarsınız. Başlayırıq telefonu sökməyə. Telefonun arxası bir neçə dəfə açılsa, təmirdə olsa da, yalnız telefonda sensor dəyişikliyi üçün kantı ilişib qalır. Və telefonu sökməyə çalışırıq. Kantı problem yaradar deyə biraz ehtiyatını eləməliyik ki, müştəri bizə verdiyi vəziyyətdə telefonu ona təhvil verək. Ancaq tam səciyyəli şəkildə sökməyə çalışdım və şuralı səciyyələ sökə bildim. Burada sökürük, baxırıq ki, kolonkaya nə olub. Deməli, kantını açdıq, ekranı başladıq sökməyə və burada kolonkanı göstərirəm ki, ən tez zədələnən 12 Pro'larda budur və söktüm ki, içində bir dənə teli sınıbdır. Halbuki kolonka bir dəfəmdə dəyişilib və onu təmir edə bilərdik. Yalnız təmir eləmirəm, yenisindən əvəz elədim. Face ID-sini də yoxlayıram. Face ID də tam işlək vəziyyətdə, bizə verilən vəziyyətdə də telefonu müştəriyə qaytarıram. Və bu da nəticə. Kimə lazım olsa RH Telekom buyursun.